Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər, hər birinizi xoş gördük. Demək, bugün sizlə verilmiş misalın izahını verəcəm, diqqətlə qulaq asın. Bu misalı həll etməkdən ötürü ilk öncə hər bir kəsirin məxrəci irrasionaldan azad etməliyik. Hər bir kəsirin məxrəci irrasionaldan azad etməliyik. İrrasionaldan azad etmək nə deməkdir? Kəsirin surətini və məxrəcin qoşmasına vurmaq lazımdır. Birinci kəsirdə kəsirin məxrəcinin qoşması nədir? Kök altda 2 çıxaq 1. İkincidə kök altda 3 çıxaq 2. Üçüncüdə isə kök altda 4 çıxaq kök altda 3. Gəlin surət və məxrəci birincidə məxrəcin qoşmasına vuraq. Olacaq kök altda 2 üstə gələk 1 qoşması olacaq kök altda 2 çıxılsın 1. Surət olacağına kök altda 2 çıxılsın 1. Yəni kök altda 2 çıxaq 1-ə vurduq. Məxrəc nədir? Məxrəc kvadratlar fərqinin açılışıdır. Yəni nəyə bərabər olacaq? 1, 2, məxrəc 1-ə bərabərdir. Onda kəsirimiz nəyə bərabər oldu? Kök altda 2 çıxaq 1-ə. İkinci kəsirin məxrəci irrasionaldan azad etsək, demək ki, kök altda 3 çıxaq kök altda 2-ə vuruldu surət və məxrəci. Kök altda 3 üstə gələk kök altda 2 vurulsun. Kök altda 3 çıxılsın kök altda 2. Surətdəki biri kök altda 3 çıxaq 2-yə vursaq, elə onun özü eləyəcək də, kök altda 2 eləyəcək. Bu da baxırıq yenə kvadratlar fərqinin açılışıdır. Məxrəc nəyə bərabərdir? 1-ə bərabərdir. Elə kəsirimiz nəyə bərabər oldu? Kök altda 3 çıxılsın kök altda 2-yə bərabərdir. Kök altda 2-yə. Keçdim 3-cü kəsirə. 3-cü kəsirində surət və məxrəcini vururam. Kök altda 4 üstə gələk kök altda 3 vurulsun. Kök altda 4 çıxılsın kök altda 3-ə vururuq. Surət də 1 olduğuna görə elə kök altda 4 çıxılsın kök altda 3. Burada da məxrəc baxıram. Nədir? Məxrəc kvadratlar fərqinin açılışı 1-ə bərabərdir. Kəsirimiz burada da kök altda 4 çıxılsın kök altda 3-ə bərabərdir. Gəlin siləyin aparıb aldığımız bu qiymətləri hər bir kəsirin yerinə yazalım. Aha. Gəlin yazalım kəsir. Birinci kəsirin qiyməti nədir? Kök altda 2 kök altda 2 çıxılsın 1-dir. İkinci kəsirin qiyməti kök altda 3 çıxılsın kök altda 2-dir. Üstə gələk. Üçüncü kəsirdə nədir? Üçüncü kəsirdə kök altda 4 çıxaq kök altda 3-dür. Kök altda 4-dən də 2 çıxıraq. Yazıq elə 2 çıxılsın kök altda 3 kvadratı. Burada kök altda 3 ilə kök altda 3 islah olundu. Kök altda 2 ilə kök altda 2 islah olundu. Qaldığına 2 çıxaq 1. 1-in kvadratı nə eləyər? 1-in kvadratı elə 1-ə bərabər oldu. Demək, kəsirimiz nəyə bərabərmiş? 1-ə bərabərmiş. Bu qədər inanıram hamıya aydın oldu. Sağ olun, salamat qalın.